Azərbaycan humanist siyasətini davam etdirir. Təbii ki, artıq demək olar ki, Rusiyadan Ermənistana məhz Azərbaycandan tranzit keçməklə növbəti artıq yük vaqonları yola salınıb və bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan bölgədə sülh, bərpa, demək olar ki, bu istiqamətdə də bütün addımlarını atır və hazırda biz də studiyada mövzunu bu istiqamətdə davam etdiririk. Qonağım millət vəkili Zaur Şükürovdur. Zaur müəllim, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir, Namidə xanım, təşəkkür edirəm dəvət üçün. Çox sağ olun, mən təşəkkür edirəm. Təbii ki, bütün münaqişələr, regiondakı gərginliklər fonunda biz bir şey müşahidə edirik. Azərbaycan regionda, təkcə artıq regionda deməyək, həm də qlobal bir məkanda humanizm missiyasına sadiqliyini nümayiş etdirir və bu da indiki situasiyada, indiki məqamda düşünürəm ki, çox müsbət bir hal kimi dəyərləndirilməlidir. Münaqişələr davam edir, müharibələr davam edir və biz görürük ki, artıq bundan sivil insanlar əziyyət çəkir. Amma belə bir məqamda Azərbaycanın yürütdüyü bu humanizm siyasəti, bunu ümumilikdə məhz indiki məqamda necə qiymətləndirmək olar, Zaur müəllim? Namidə xanım, siz çox düzgün qeyd etdiniz ki, Azərbaycanın ümumiyyətlə siyasətində, strategiyasında həmişə humanizm prinsipləri rəhbər tutulub. Heç şübhəsiz Azərbaycan öz xarici siyasət strategiyasında beynəlxalq hüququn qəbul olunmuş prinsipləri rəhbər tutulub. O cümlədən də ədalətə və humanizm prinsiplərinə əsaslanan siyasət yürüdülüb. Biz xatırlayırıq, torpaqlarımız işğal altında oldu. İşğaldan azad edildiyi dönəmdə, yəni 44 günlük Vətən müharibəsi dönəmində, bir günlük antiterror tədbirləri zamanında biz Azərbaycan ordusu hədəfə aldığı hərbi obyektlər idi əsasən. Heç bir sivil obyektlər, heç bir sivil vətəndaşlar hədəfə alınmırdı Ermənistandan fərqli olaraq və bu bilavasitə Azərbaycanın beynəlxalq humanitar hüquqa, humanizm prinsiplərinə əsaslandığını nümayiş etdirirdi. Ondan sonraki dönəmdə, yəni torpaqların işğaldan azad olunduqdan sonra 2023-cü ildə bir günlük antiterror tədbirlərindən sonra da məhz sülh təşəbbüsünü irəli sürən Prezident cənab İlham Əliyev oldu və bizə məlumdur ki, iki ölkə arasında paraflanmış sülh sazişi də dəfələrlə bu studiyada bu barədə qeyd etmişik. Məhz Azərbaycan tərəfindən, Azərbaycan prezidenti tərəfindən irəli sürülmüş 5 baza prinsip əsasında formalaşdırılmışdır, tərtib edilmişdir. Və bu da humanizm prinsiplərinə əsaslanan bir yanaşma idi. Və indiki məqamda da sizə vurguladığınız kimi 8 avqust Vaşinqton görüşündən sonra cənab prezidentin də müxtəlif beynəlxalq platformalarda özünün də qeyd etdiyi kimi artıq Azərbaycan de facto Ermənistanla sülh şəraitində yaşayır. Amma baxmayaraq ki, hələ ki, yalnız biz iki ölkə arasında paraflanmış sülh sazişi mövcuddur. Amma növbəti mərhələdə ümid edirik ki, artıq bu sülh sazişi tərəflər arasında imzalandıqdan sonra, ratifikasiya olunduqdan sonra daha da, yəni normallaşma prosesi daha da irəliyə gedəcək və bu humanitar prinsiplərin, humanitar addımların tərkib hissəsi olaraq bildiyiniz kimi keçən ildən başlayaraq Azərbaycan Ermənistana işğal dövründə tətbiq edilən məhdudiyyətləri bir tərəfli qaydada aradan qaldırmaqla artıq Ermənistana tranzit yüklərin Azərbaycan üzərindən tranzit olaraq yüklərin Ermənistana daşınmasına start verildi. Sonraki mərhələdə üzr istəyirəm. Sonraki mərhələdə isə Azərbaycan öz enerji ehtiyatlarının, yəni yanacağının, neft və dizel yanacaqlarının Ermənistana göndərilməsi ilə bağlı qərarı qəbul etdi. Bu da Ermənistan tərəfindən yüksək qiymətləndirildi, amma digər ölkələr tərəfindən, istər Qazaxıstandan taxıl ixracı Azərbaycan üzərindən, o cümlədən Rusiyanın müxtəlif məhsullarının Ermənistana ixracı Azərbaycan üzərindən həyata keçirməyə başladı. Və Ermənistanın baş naziri də, bu da qeyd etməliyik bunu, Ermənistanın baş naziri müxtəlif beynəlxalq platformalarda özü Azərbaycan prezidentinin bu addımlarını təqdir etdiyini, alqışladığını dəfələrlə vurgulamışdır ki, şübhəsiz bu müəyyən mənada Ermənistanın indiyə qədər, yəni yolların bağlı olması səbəbindən tranzit imkanlarından məhrum idi. Heç şübhəsiz bu da Ermənistanın işğalçılıq siyasətinin nəticəsində baş vermişdir. Ermənistan bir növ dalanda idi. Amma indi növbəti mərhələdə məhz Azərbaycanın yenə təşəbbüsləri hesabına sülhsevər addımları, humanizm prinsiplərinə söykənən ədalətli davranışın nəticəsində Ermənistan tədricən artıq müəyyən mənada bir tranzit ölkəsində çevrilmə imkanına malik olacaq. Trip marşrutla bağlı hər birimiz məlumatlıyıq. Bu layihənin həyata keçirilməsi, Zəngəzur dəhlizinin bir segmenti olan trip marşrutunun həyata keçirilməsi də Ermənistanın müəyyən mənada bir tranzit ölkəsinə çevrilmə imkanı verəcək. Biz
son 1-2 ilə son 2 il 3 ilə nəzər salsaq, Ermənistan özünün sülh kəsişməsi təşəbbüsünü müxtəlif beynəlxalq platformalarda təbliğ təşviq edirdi. Amma faktiki olaraq bu sülh kəsişməsi layihəsinin həyata keçirilməsi, yəni Ermənistanın tranzit ölkəyə çevrilməsi üçün Azərbaycan müvafiq addımlar atmalı idi və Azərbaycan yenə də qeyd etdiyim kimi müvafiq humanizm prinsiplərə əsaslanan addımlarını atdı və bu davam edir. Bayaq da siz vurguladığınız kimi artıq tranzit yüklərin Ermənistana daşınması davam edir. Artıq bu günə qədər səhv etmirəmsə Ermənistana 1000 tona qədər gübrə ixrac olunub, taxıl məhsulları, bayaq son dəfədə bir vaqona qədər Qarabaşaq, Rusiya tərəfindən ixrac olunan Qarabaşaq ixrac olunub. Yəni qeyd etdiyim kimi bu Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz maraqlarını, milli mənafeyini, milli maraqlarını qorumaqla yanaşı lazım gəldiyi təqdirdə öz sərt mövqeyini də beynəlxalq tərəfdaşların qarşısına qoymaqla yanaşı eyni zamanda paralel şəkildə humanizm prinsiplərini də əsas götürür. Biz regionda baş verən münaqişəyə diqqət yetirsək, Körfəz ölkələrində Körfəz münaqişəsinə diqqət yetirsək, bu günə qədər Azərbaycan üzərindən 74-dən çox ölkənin 3000-ə qədər vətəndaşı Azərbaycan üzərindən təxliyə olunur və həmin ölkələrin siyasətinə biz nəzər yetirsək, bütün demək olar ki, qitələri əhatə edir. Bütün qitələrdən olan ölkələrin vətəndaşları Azərbaycan üzərindən təxliyə edilib. Bu da yenə Azərbaycanın atdığı humanizm prinsiplərinə əsaslanan addımlardır. İyun ayında, keçən iyun ayında yenə münaqişə zamanı Azərbaycan bununla bağlı mühüm xeyirxah addımlar atmışdır və hətta o ölkələrin siyasətini nəzər yetirsək, biz ola bilsin ki, hansısa bir ölkələrlə, məsələn, Hindistan olsun və ya digər hansısa bir ölkələrlə münasibətlər normal vəziyyətdə deyil. Amma buna baxmayaraq, Azərbaycan yenə bu humanizm prinsiplərini əsas götürərək həmin ölkə vətəndaşlarının Azərbaycan üzərindən təxliyəsini həyata keçirir. Əslində, burada sadiqlik də çox mühüm rol oynayır. Çünki Azərbaycan humanist dəyərlərə sadiqdir, humanist missiyaya sadiqdir və bu da birbaşa olaraq həm də regionun inkişafına yönəlir. Çünki burada bütün addımlar həm də regionun inkişaf baxımından xüsusi əhəmiyyət kəsb edir. Əgər biz qlobal arenaya baxanda görürük ki, müxtəlif coğrafiyalarda münaqişələr davam edir. Təbii ki, bu münaqişələrdən əziyyət çəkən sivil insanlardır və bu da Azərbaycanın həm də nümunəvi bir addım olduğunu da düşünürəm ki, burada qeyd edə bilərik. Necə düşünürsünüz? Bu cür gərgin bir dünyanın bir parçasında nümunəvi bir dövlət olmaq, məhz bunu təqdim eləmək, bu nə dərəcədə, belə deyək, dövlətlər üçün vacib bir məqamdır? Məhz onun nəticəsidir ki, Namidə xanım çox düzgün qeyd etdiniz, onun nəticəsidir ki, Azərbaycan dünya miqyasında nüfuzu davamlı olaraq artmaqdadır. Mən bayaq çıxışın əvvəlində 44 günlük vətən müharibəsində və bir günlük antiterror tədbirləri zamanı Azərbaycanın müharibə qanunlarına əməl edərək müharibənin necə sivil qaydada apardığını, yəni heç bir mülki obyektlərin zərər görmədiyini qeyd etdim və ondan sonraki dönəmdə də mən sadaladım hansı addımlar atıldı və yenə təkrar edirəm, bu Körfəz müharibəsi, Körfəz münaqişəsi fonunda da Azərbaycanın atdığı addımlar və bundan sonra bir çox dünya liderlərinin, ölkə prezidentlərinin, digər ölkə prezidentlərinin, baş nazirlərinin, xarici işlər nazirlərinin Azərbaycanla həmkarları ilə telefon danışığı zamanı Azərbaycanın bu addımını, bu humanist prinsipləri rəhbər tutduğuna görə öz təşəkkürlərini, minnətdarlığını bildirirlər və biz unutmayaq ki, təkcə hökumət səviyyəsində deyil, o cümlədən Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev fondu tərəfindən də mühüm layihələr, humanitar sahədə mühüm layihələr həyata keçirilir, istər ölkə daxilində, istər xaricdə. Heç şübhəsiz ki, bu da təqdir olunması addımlardandır və dünya dövlətləri tərəfindən də bayaq siz vurguladığınız kimi Azərbaycanın bu addımları müsbət qiymətləndirilir. Azərbaycan etibarlı, sadiq tərəfdaş kimi artıq özünü göstərməkdədir. Biz təkcə, yəni biz davamlı olaraq biz enerji sahəsində Azərbaycanın dünya ölkələrinin etibarlı tərəfdaşına, Avropa İttifaqının rəsmləri, Avropa İttifaqının yüksək səviyyəli rəsmləri də davamlı olaraq bunu qeyd edirlər. Bu yaxınlarda Avropa İttifaqı Şurasının prezidenti Antonio Costanın səfəri çərçivəsində də Avropa rəsmisi bununla bağlı sənədləri imzalandı. Azərbaycanın etibarlı tərəfdaş olduğunu və o cümlədən də humanitar sahədə də Azərbaycan mühüm addımlar atır. Bir çox ölkələrin inkişaf etməkdə olan, az inkişaf etmiş ölkələrə humanitar yardımların göstərilməsi, təhsil proqramlarının həyata keçirilməsi, həmin ölkə vətəndaşlarının Azərbaycan aparıcı universitetlərində təhsil almaq imkanı verilməsi, bütün bunlar heç şübhəsiz ki, Azərbaycanın yürütdüyü humanizm prinsipləri, humanizm siyasətinin bir tərkib hissəsi kimi qiymətləndirilməlidir və Ermənistan-Azərbaycan normallaşma prosesinə bir daha qayıdaraq qeyd etmək istədim ki, artıq qarşıda iki ölkə arasında sazişin imzalanması gündəmdədir. Yəqin ki, konstitusiya dəyişikliyi baş verdikdən sonra, hətta biz xatırlayırıq 8 avqust görüşün zamanı da imzalanmış üçtərəfli bəyannamədə də bir 7 bənddən ibarət üçtərəfli bəyannamənin də birinci abzasında, birinci bölməsində abzasında da belə bir qeyd var ki,
biz təsdiq edirik, şahidlik edirik ki, iki ölkə arasında sülh sazişi paraflanıb və sülh sazişinin imzalanması, ratifikasiya olunması istiqamətində qarşıda duran tədbirlərin həyata keçirilməsini, işlərin davam etdirilməsini qəbul etdik. Yəni bu nədir? Heç şübhəsiz ki, orada açıq şəkildə qeyd edilməsə də Ermənistan konstitusiyasında dəyişikliyin edilməsi və nəticədə bundan sonra Azərbaycanla Ermənistan arasında sülh sazişinin nəhayət olaraq imzalanması və artıq normallaşma prosesinin daha da irəliyə getməsi, daha da genişlənməsi və bu istiqamətdə də düşünürəm ki, Ermənistan tərəfindən seçkilərdən sonra artıq seçkilərə 3 aydan az vaxt qalıb. Bəli, bundan sonra da ümid edək ki, hər hansısa bir force majeure hadisəsi baş verməyəcək və ondan sonra normallaşma prosesləri daha da dərinləşəcək. Ümumiyyətlə, Zaur müəllim, necə düşünürsünüz? Yəni, Ermənistan konstitusiyasında dəyişikliklər ediləndən sonra təbii ki, Azərbaycan-Ermənistan normallaşma prosesinə bu öz müsbət təsirini göstərəcək. Amma bunun həm də bir regional baxımdan əhəmiyyəti nə ola bilər? Hətta bir qədər də irəli getsək, qlobal baxımdan biz bunu necə xarakterizə edə bilərik? Namida xanım, xatırlayırıq biz Amerika prezidentinin nümayəndəsi, xüsusi nümayəndəsi Witkoff Fox News agenti ilə müsahibəsi zamanı 8 avqust Vaşinqton görüşünə istinad edərək belə bir fikir səsləndirdi ki, yəni bizim münaqişə bitdikdən dərhal sonra Azərbaycan güclü dövlət olmağına baxmayaraq hərbi baxımdan, iqtisadi baxımdan Azərbaycan irəli getmədi və cənab prezidentin də verilən bu suala cavabı bu şəkildə səsləndirir ki, yəni istinad edir həmin cənab prezidentin fikirlərinə ki, bizə lazım olan, bizə məxsus olanı biz geri qaytardıq, digər dövlətlərin arasında bizim gözümüz yoxdur, yəni bizə aid olan biz geri qaytardıq və bunu Azərbaycan prezidentinin bu davranışı heyrətamiz liderlik nümunəsi olaraq qeyd edir Amerika təmsilçisi və heç şübhəsiz ki, bu da ondan irəli gəlir ki, Azərbaycan dövləti, Azərbaycan lideri təkcə öz maraqlarından deyil, öz dövlət milli maraqlarından deyil, o cümlədən yerləşdiyi regionun ümumilikdə gələcək inkişafı üçün müvafiq dünya liderinə məxsus bir addımlar atır və torpaqlarımızın işğaldan azad olunması, Ermənistanla normallaşma prosesi, bütün bunlar yekunda ümumilikdə regionun inkişafına töhfə verəcək. Biz davamlı olaraq xarici tərəfdaşlarla görüşlərimiz zamanı müxtəlif platformalarda onların diqqətinə çatdırırdıq ki, əsas regionun inkişafına əsas təhdid torpaqlarımızın işğal altında olmasıdır. İşğal faktı aradan qaldırılmalıdır. Ondan sonra biz inkişafdan danışa bilərik. Amma çox təəssüf ki, müəyyən dövrlərdə istər vasitəçilik missiyasını öz öhdəsinə götürmüş beynəlxalq təşkilatlar, istərsə də bu və digər ölkələr bunu görməməzlikdən, Azərbaycanın bu yanaşmasını görməməzlikdən gəlirdilər və nəhayət artıq başqa yol qalmadı. Biz torpaqlarımızı öz gücümüz hesabına işğaldan azad etdik. Beynəlxalq hüququ və beynəlxalq hüququn qəbul olunmuş prinsiplərini, beynəlxalq BMT-nin məğlub qətnamələrini biz özümüz icra edərək regionun, bununla da regionun gələcək inkişafı üçün növbəti bir addım atdı. Artıq Ermənistanın özü üçün, baxmayaraq ki, Ermənistan məğlub dövlətdir, Ermənistan işğalçı dövlət idi, torpaqlarımızı işğaldan azad etdik. Amma bu da öz növbəsində biraz başqa cür səslənə bilər, amma bunun özü Ermənistanın məğlubiyyəti bir növ Ermənistan özünün inkişafı üçün də bir imkan açdı. Ermənistan davamında qalmış bir dövlət idi, işğalçı bir dövlət idi və artıq onların iqtisadi inkişafı üçün də bir tranzit ölkəyə çevrilmək imkanı yaranıb Ermənistan üçün və hesab edirəm, ümid edirəm ki, Ermənistan iqtidarı, Ermənistan xalqı bundan bəhrələnmək imkanı əldə edərək seçkilərdə düzgün qərar qəbul edəcəklər ki, nəinki Azərbaycan-Ermənistan normallaşma prosesinə bir töhfə verilmiş olsun, ümumilikdə regionun inkişafına bir töhfə verilmiş olsun. Bayaq mən sazişlə bağlı fikrimi səsləndirdim, üç tərəfli bəyannamə ilə bağlı fikrimi səsləndirdim. Ermənistan rəsmiləri konstitusiya məsələsini bir növ özlərinin daxili işi olduğunu bəyan edirlər. Heç şübhəsiz mən qeyd etdim, həmin bəyannamədə o konstitusiya məsələsinin əks olunması Ermənistan tərəfi üçün məqbul deyildi. Çünki daxili ictimaiyyətə bunu necə izah edə bilərdilər? Bununla bağlı ki, konstitusiya daxili ölkənin ana qanunu sənəddə öz əksini tapıb. Amma biz davamlı olaraq Ermənistana demişik ki, bizim qarşımıza duran maneə budur. İndi artıq bu yaxınlarda Mirzayan belə bir fikir səsləndirir ki, bəs biz Ermənistan konstitusiyanın Ermənistan daxili iş olduğunu qeyd edirik. Amma bu bizim Azərbaycanla Ermənistan arasında sazişin imzalanmasında maneə olaraq qalır. Bu deməkdir ki, artıq tədricən
Ermənistan bunu öz ictimaiyyətinə, öz cəmiyyətinə izah etməyə çalışır ki, əsas maneə budur. Ermənistan baş naziri də konstitusiya ilə bağlı fikirlərini səsləndirib ki, əsas maneə konstitusiyada dəyişikliklərin edilməsidir. Bu yaxınlarda ümumiyyətlə müzakirələr aparılıb tam adi olaraq açıqlamalar vermişdi Paşinyan və o bir daha məhz bu torpaqların Azərbaycanın tarixi torpaqları olduğunu da qeyd eləmişdi. Yaxasında da Ermənistanın özünün real Ermənistan adlandırdığı xəritəni gəzdirməli, istər beynəlxalq görüşlərdə, istər ölkə daxilində də bu yaxınlarda metroda Qarabağdan olan bir sakinlə bir polemikası oldu, bir mübahisə xarakterində bir mübahisə oldu. Orada da müəyyən fikirlər səsləndirdi və hətta müəyyən müddətdə etiraf etdi ki, Nurabisinin hansısa bir epizodlar orada tam efirə verilməmişdi. Biz onların Paşinyan bildirdiyinə görə davamlı olaraq Qarabağda yaşayan separatçılara Ermənistan dövləti tərəfindən yardım edildiyini, hətta maliyyə rəqəmlərini də səsləndirir. İndi bu maliyyə rəqəmləri səsləndirir, amma təbii ki, burada hərbi yardımdan da söhbət gedir və orada separatçıların orada dayanıb qalması üçün Ermənistan tərəfindən davamlı olaraq addımlar atıldı. Yəni bu işğal faktının davamlı olması üçün addımlar atıldığını bir növ həmin metroda danışıq zamanı etiraf edir. Amma yenə təkrar edirəm, artıq Ermənistanın inkişafı üçün və ümumilikdə regionun inkişafı üçün bir fürsət yaranıb və ümid edək ki, Ermənistan cəmiyyəti vəziyyəti düzgün anlayaraq bir uzaq görənlik ümid edək, nümayiş etdirərək regionun inkişafı üçün seçkilərdə və seçkilərdən sonra da müvafiq addımlar atacaqlar. Təbii ki, regionun inkişafı üçün mütləq şəkildə humanist addımların atılması və eyni zamanda da Ermənistan tərəfindən Azərbaycan tərəfindən atılan bu humanist addımların dəyərləndirilməsi olduqca vacibdir. Siz uzun müddət diplomatiya sahəsində çalışmışsınız və təbii ki, o baxımdan mən soruşmaq istəyirəm. Necə düşünürsünüz? Məhz beynəlxalq münasibətlər sistemində humanist missiyaya sadiqlik nə dərəcədə əhəmiyyətlidir? Onun üçün də qeyd etdim ki, Namidə xanım, biz indiyə qədər paralel olaraq xarici siyasətimizdə öz milli maraqlarımıza cavab verən addımlar siyasət həyata keçirməklə yanaşı humanizm prinsiplərində rəhbər duruq və bu prinsiplər, bu yanaşma heç şübhəsiz ki, dünya dövlətləri arasında da nüfuzun artmasına, etimadın artmasına səbəb olur. Davamlı olaraq ölkədə müxtəlif beynəlxalq humanitar tədbirlər həyata keçirilir. Bu yaxınlarda Bakı Qlobal Forumunu misal çəkə bilərik. Multikulturalizm sahəsində, dinlərarası dialoq sahəsində mühüm tədbirlər həyata keçirilir və Azərbaycanın da bu istiqamətdə humanitar siyasət sahəsində nəinki regional miqyasda, qlobal miqyasda bir aparıcı dövlətlərdən biri olduğunu deməyə əsas verir və heç şübhəsiz ki, bu siyasət Azərbaycanın həyata keçirdiyi bu siyasət, milli maraqlara cavab verən bu siyasət gələcəkdə də davam etdiriləcəkdir. Mən təşəkkür edirəm sizə, Zaur müəllim. Çox sağ olun. Mən təşəkkür edirəm dəvət üçün. Sağ olun. Bir daha xatırladım ki, qonağım millət vəkili Zaur Şükürov idi. Məhz biz Zaur müəllimlə regional baxımdan Azərbaycanın humanizm siyasətini müzakirə elədik. Birinci xəbər bugünlük işini yekunlaşdırdı. Görüşmək ümidi ilə hələlik.